Məni istəyəni mən istəmirəm, mən istədiyimdə mən istəmir. Bugün bu mövzu ətrafında danışacağıq. Düşünürəm ki, bu mövzunun kökündə əslində mümkünsüzlük, sanki alınmır, alınmayacaq duyğusu, amma ən vacibi bizi istəməyən insanları çox istəməyimiz. Bu nüans yatır. Bu sualın cavabını bərabər tapmağa çalışacağıq. Niyə məni istəməyən insanı ya da insanları daha çox istəyirəm? Bunun bir neçə səbəbi ola bilər. Mən əsas nüanslara toxunacağam. Birincisi, ümumiyyətlə sevginin sənin üçün nəyi ifadə elədiyinə bax. Çünki adətən belə münasibət dinamikalarında sevgi qazanılmalı bir vəziyyətdir. Yəni, bir insan məni sevirsə və mən bunun üçün heç nə eləmirəmsə, o sadəcə məni bəyənir, sadəcə məni sevir və mən bunun üçün xüsusi heç bir şey eləmirəm, çalışmıram. Bu mənə yaddır. Çünki mən uşaq vaxtında həmişə atamın, anamın, bəlkə digər insanların sevgisini qazanmaq üçün savaşda olmuşam. Və əgər sən məni sadəcə olduğum halımla sevirsənsə, mənim sistemim, mənim zehnim bunun bir sevgi olduğunu anlamır. Mənim üçün sevgi uğruna savaşa bildiyim, onu qazanmağa çalışdığım bir yerdir. Bu səbəbdən səni sevən insan sənə cəlbedici görünmür. Hətta onu bir partnyor olaraq belə qavraya bilmir zehnin. Burada ikinci bir nüans var. Fikir ver, əlçatmaz olan insanlar, yəni sənin üçün əlçatmaz olan insanlar sənə daha cəlbedici görünürlər. Yəni bu insanlar reallıqda daha cəlbedici olmaya bilərlər məsələn, amma sənin üçün o qədər cəlbedici görünürlər ki. Çünki bu insan sənin zehnindəki hekayəni davam elətdirmək üçün olan əslində bir yanacaqdır, bir benzin kimi düşünə bilərsən. Buna baxımdan ki, məsələn, sən bir savaş vermirsən və bu savaşda həmişə düşünürsən ki, mən çox çalışacağam və bu dəfə məni seçəcəklər, məni tərk eləməyəcəklər və yaxud da mən onların sevgisini axır ki qazana biləcəm və sər şəkildə tutaq ki, bu sənin hekayəndir. Və bu sənin hekayən olduğu zaman başqa biri, yəni uğruna savaş verməli olduğun biri əlbəttə ki, sənə daha cəlbedici görünür və bu birinci nüans da əslində cəlbedici görünməyə. Amma nəinki cəlbedici görünür, sən davamlı şəkildə sənin üçün əlçatmaz olan insanları seçib, təbii ki, bu bir şuurlu proses deyil, şuur kənarından, hisslər diyarından gələn bir yerdir. Köhnə hekayəni təkrarlayırsan, yəni daima savaş verən bir pozisiyada qalırsan. O hekayə sənin üçün heç vaxt bitmir, heç vaxt o hekayənin nöqtəsi qoyulmur və sən özünü həmişə sevgi üçün çalışan, sevgi üçün çabalayan, həmişə əlçatmaz insanlara daha çox çəkilən bir pozisiyada tapırsan. Nəinki həqiqətən birini sevirəm, o da məni sevir və mənim həqiqətən güvəndə hiss elədiyim bir münasibət var. Nəinki bu. Burada bunu nəzərə al ki, bu təbii ki də şuurlu bir proses deyil. Nəticədə heç kim onu istəməyən insanı ya da insanları davamlı şəkildə seçmək istəməz. Bu, sənin özünün də şuurlu şəkildə bilmədiyin bir şuurdan kənarda hisslər diyarına aid olan bir prosesdir. Yəni, əslində o qədər tanış deyil ki, o hekayəni tamamlamaq, sevdiyin və sevildiyin bir münasibət çərçivəsində, dinamikasında var olmaq, o qədər bildiyin yerlər deyil ki, istər-istəməz insan xislətidir, bildiyin yerlərdə var olursan. Yəni, hətta o bildiyin yerləri sevməsən belə, sevgi, sevdiyin və sevildiyin olan o yer bilmədiyin bir yerdir. Bunu təcrübə eləməmsən deyə, necə bir şey olduğunu da bilmirsən və davamlı sevilmədiyin, sevgi üçün savaş verdiyin həmin o yerdə qalırsan. Təbii ki, əgər uşaq olaraq illərlə başqalarının sevgisini qazanmaq savaşın vermisənsə, bu səndə çox ciddi izlər buraxıb, dəyərsizlik duyğusu kimi məsələn. Anamın məni istəmədiyini hiss eləyirəmsə, deməli mən dəyərsizəm. Atamın məni sevmədiyini təcrübə eləmişəmsə, həmişə onun sevgisini qazanmaq üçün çox çalışmışamsa, deməli mən dəyər veriləsi insan deyiləm. Bax, bu cümlələr zehnində dönüb durur və sən bilirsən nə edirsən. Necə ki, illərlə savaş vermirsən ki, o sevgini qazanasan, bu səfər də özünü dəyərli hiss eləmək üçün bir döngüdə fırlanırsan. Yəni, mən onu istəyirəm bir partnyor olaraq. Söhbət bundan çıxır və o məni niyə istəmir? Buna dönüşür. Yəni, həmin döngüdə onun tərəfindən seçilmək sənin dəyərini bəlli eləyir və onun tərəfindən seçilmək o qədər vacibdir ki, məncə artıq bunu anlayırsan, əlçatmaz olan partnyorların əslində zehnində bir vaxtlar sevgisini qazanmağa çalışdığın, yaxınlarındır, sevgini sübut eləməyə çalışdığın atan və yaxud da sevgisini qazanmaq üçün çox savaş verdiyin nənən, anan, artıq hər kimdirsə yaxının,
simvolik olaraq onları ifadə eləyir sənin üçün əslində və bu bilirsən nə deməkdir? Bir insan olaraq həmin yerdə ilişib qalmısan, biz buna psixologiyada kəsintiyə məruz qalmaq deyirik. Bu şəkildə bunu izah edirik. Nə deməkdir bu? Çox ağır hadisələr yaşadığımızda, çox çətin duyğular keçirdiyimizdə xüsusən uşaq olaraq bunu daşıya bilmirik və psixikamız bizi qorumaq üçün nə edir? Bir kəsinti yaradır. Yəni sən bioloji olaraq böyüyürsən, amma psixoloji olaraq böyüyürsənmi? Yox. Yəni məsələn indi 28 yaşın ola bilər və əl çatmaz insanları seçirsənsə, çox güman ki, zehnin orada bir yerlərdə uşaq vaxtlarında ilişib və bioloji olaraq 28 yaşın olsa da psixoloji olaraq bəlkə 4 yaşındasan. Bu yerlərə bir baxmaq lazımdır. Bununla bağlı individual terapiya ala bilərsən. Burada özünlə görüşürəmlə bunu işləyə bilərsən. Çünki niyə? Məsələn o 4 yaşındakı özünlə, o tərəfinlə görüşmək. Burası çox önəmlidir. Yenidən inteqrasiyanın gedə bilməsi üçün. Sadəcə fiziki olaraq 28 yaşında deyil də, psixoloji olaraq da 28 yaşında hiss eləyə bilmək üçün. Fikir ver, belə bir qarşıdurma olduğu zaman bioloji yaşınla psixoloji yaşın üst-üstə düşmədiyində sən döngülərdə ilişib qalırsan. Yəni əlçatmaz partnyorun sənə çox cəlbedici görünür, amma sən əslində heç onu istəmirsən. Sən istədiyin onun səni seçməyidir və bu prosesin o qədər bağımlısı ola bilirsən ki, yəni uşaq vaxtında o dadmadığın duyğunu dəfələrlə dadmaq istəyirsən. Məni seçir, o zaman buraxım növbəti əlçatmaz insana keçim, o da məni seçdi, növbətiyə keçim. Yəni bu proses bu şəkildə davam eləyir və iş orasındadır ki, bu heç vaxt bitmir, bunun heç vaxt sonu olmur. Çünki orada səni sevgi maraqlandırmır, səni maraqlandıran hissə qazanmaq duyğusudur, savaşı qazanmaq. Axır ki məni istədi, axır ki məni sevdi. Və bəli, bunu partnyorun tərəfindən yaşayırsan da şuurda, şuur kənarında sanki atan səni seçir, sanki anan səni seçir. Halbuki belə bir şey yoxdur və bu əsas səbəblərdəndir ki, bu döngü durmadan davam eləyir. Çünki sən özünü yenə də seçilməmiş hiss eləyirsən. Burada çox önəmli hesab elədiyim başqa bir nüans daha var. Əlçatmaz insanlar daha təhlükəsizdir nə baxımından? Yaxınlıq baxımından. Məsələn, sən həqiqətən gerçək münasibətlər qura bilirsənmi? Ki onsuz da böyük savaşlar vermisənsə, çox güman ki, gerçək münasibətlər qurmaq da çox çətindir. Bəlkə fiziki ehtiyacların ödənib, amma emosional ehtiyacların ödənibmi? Adətən emosional ehtiyaclarımız ödənmədiyində biz münasibətlərimiz, xüsusən partnyorumuzla münasibətlərdə dərin və gerçək bağ qura bilmirik. Ona özümüzü açmaq, özümüz haqqında danışmaq, həqiqi özümüzü göstərmək ya da ona yer açmaq məsələn, onu tanımaq, onu olduğu kimi görə bilmək və s. və ilaxır, yəni gerçək bağ qurmaq əslində. Bu o qədər çətin olur ki, biz bunu şuurlu şəkildə istəsək də şuur kənarında çox dirənirik. Nəticə olaraq nə olur? Yaxınlığı realda deyil də fantaziyamızda yaşayırıq. Kimlə? Realda yaxınlıq qura bilməyəcəyimiz insanlarla. Yəni, əlimizin çatmadığı insanlara aşiq olaraq. Amma bu insanlara həqiqətənmi aşiq oluruq? Həqiqətənmi bu insanlar bizim üçün doğru insanlardır? Yoxsa biz sadəcə köhnə bir dinamikanı durmadan davam elətdiririk? Məncə əsas sual budur, bilirsən. Bu sualla qalmağını, bu sual ətrafında düşünməyini çox istəyirəm və bu səbəbdən videonu elə burada bitirirəm. Bu videonun əvvəlki dəqiqələrində danışdığım yerlərə xüsusilə diqqət eləməyini istəyəcəm bu özünün cavabını tapmaq qismində. Belə, özünə yaxşı bax, gözəl həyatlar.